dayandı. Demişdi pozitiv, müsbət İran, belə deyək, ABŞ-İsrail münaqişəsi, Pakistanın dəstəyi ilə, yəni ən birinci Allahın izni ilə daima baş verdi. İndi bu Pesach bayramı da, Yahudi bayramı, xristianlar da keçirdi. 9-u, 12-si, yəni bu aralarda demişdik əvvəldən. İndi tam kütlə yox, indi limit kütlə bilirdi ki, verilmişdi ki, 43-cü gün o Tehran 43 filmindəki kimi dayanacaq. Zəlzələ baş verdi. Xəbər olanlar var idi. Yəni aqraniçenli kütlə bilirdi ki, yəni olacaq. Bəzi təkanlar da yenə də gözlənir başqa ərazilərdə. Hamı üçün deyil. Yəni belə deyək, yəni destruktiv vəziyyət yanır. İnciməyin.